Salam hər kəsə. Yeni application tapmışam. Maşın həvəskarları üçün çox gözəl applicationdır. Adı isə TwoSpot'dur. Bu applicationda mənim səhifəmdir, Cars by Kera. Siz özünüzə səhifə aça bilirsiniz, öz hesabınızı, öz maşınınızın modelini seçə bilirsiniz, orada loqotipini seçə bilirsiniz və burada xəritədə hər gün eventlər olur, hansı ki yaradırlar, görüşüb eventlərdə iştirak edə bilərsiniz. Bu eventlərdə maşınlarla yığışırlar, şəhərdə dayanırlar. Gündəlik spot eləyə bilirsiniz. Bu günlərim spotlara mən baxıram. Spotlar paylaşılıb və gündəlik etdiyiniz spotları paylaşanda da orada sizdə streaks başlayır. Gündəlik paylaşdınız, hər gün davam eləsə streaksiniz çoxalır. Birinci gün, ikinci gün hamısı çoxalır. Və burada söhbət eləmək olur dostlarınızla və yaxud yeni eventlər yaradırsınız, oturursunuz maşınlarla. Bu maşın belə deyim. Bu maşın applicationu həm App Store-da, həm də ki Play Market-də var. Yükləyib yararlana bilərsiniz. Maşın üçün Instagram saymaq olar. Yükləyin, məmnun qalın. Salam hər kəsə, yeni videomuza xoş gəlmişsiniz. Sizinlə mən Kənan, siz Cars by Kera kanalındasınız və bu günlərim sizlərə Changan Univ çəkirik. Changan Univ modeli 3-cü seriyada, hansı ki 1-ci Unica, Unity və Univ. Bu 2025-ci il modelimiz 1,5 litrlik mühərrikimiz var və plug-in hibriddir. Hansı ki elə ilk öncədən sizə kapotumuzun altındakı mühərrikləri göstərmək istəyərdim. Burada iki dənə mühərrikimizi görürük, hansı ki biri plug-in hibrid mühərrikimizdir, bir də ki sadə 1.5 motorumuzdur. Mühərrikimizin də at gücü 325 at gücüdür, hansı ki bu da yetərincə bu Changan modelinə görə bəs eləyir. İndi sizə istərdim kapotu bağlayıb və yan hissədə olan şarj yerlərini göstərəcəm. Kapotu biraz bək verir. Burada da ki Changanın loqotipi olur. Yəqin ki sonradan özünüz bağlamışsınız, amma Changanın loqotipi olsa daha qəşəng görsənir. Elə alt hissədə sizə abrisovkanı göstərmək istərdim. Hansı ki bağlı radiator barmaqlıqlardır. Bəzi yerlərdə açıq, qalanları bağlı və altda lipimizi görürük. Karbon işləmədə, amma plasmasdandır. Aquaprint kimi bir şeydir. Sonradan quraşdırılmış dumanlıları görürük. Hansı ki o da əlavə sonradan quraşdırılıb 7000 pul qoyulub maşının üstünə. O da ki zövq məsələsidir. İndi istədiyiniz əlavələri eləyirsiniz maşına və yaxud digər başqa şeylər. 3 dəfə disk təkər dəyişilib. Disk təkər də köhnəlmək yox. Diskləri yenisini dəyişib, təkərləri də ki yəni istəyinə görə. İndiki disk təkərimiz daha qəşəngdir. Supportlarımızı görürük. Yaşıl rəngdə supportlar. Amma disk yəni Univaya yaraşıb. Bu hissəmizə keçdikdə, indi buradan açmaq lazımdır. Bu hissəmizdə bizdə açdıq və benzin bakımızı görürük. Hansı ki buna da 92 tökmək olar, amma 95 töksəz daha yaxşı olar, daha uzun ömürlü olar sizin mühərrikimiz, maşınımızın mühərriki və bu hissəsində isə biz şarj yerimizi görürük. Hansı ki biri şəhərdə şarj etmək üçün stansiyamızdır, bir də ki ev stansiyası. Yəni şəhərdə də hər yerdə demək olar ki stansiya var. Ona görə yəni çox da çətinlik yaratmır. Maşınımızın sedan maşındır, amma yəni görünüşü sport üslubuna daha uyğundur. Sürəti də ki, yəni 325 at gücü zarafat deyil, yəni az bir at gücü deyil bizim üçün. Bizim üçün deyəndə demək olar ki, bütün gənclər üçün.
Və burada arxa hissəmizə keçəndə yenə görürük ki, Çanqanın loqotipini bağlayıblar. Və bizim stoplarımızı görürük. Düz çubuq xətti demək istərdim, amma deməyim, çünki çubuqdan biraz daha qalındır. Amma süzür və davam eləyir bura kimi. Düz xətti. Çubuq, yəni onsuz da yaraşmaz. O sanatalarda, təzələrdə o çubuq olur. Elə bilərsiniz sanata ilə müqayisə edirəm. Yox, prosto demək istəyirəm ki, yəni sanatalarda düz çubuq xətti kimidir. Mən onu nəzərdə tutmaq istəyirəm. Amma burada biraz qalındır. Və burada görürsünüz ki, bir dənə gizlənən spoilerimiz var. Hansı ki, açar təqdim edeyim, elə mən burada ola açsınlar, baxaq. Spoilerimiz açıldı. Bu da ki, daha qəşəng görünüş yaradır da maşınımıza. Sürüşdə də sürdüyünüz zaman açılır, yəni heç bir narahatlıq sizə törətmir. Və burada 2 dənə səs boğucu çıxışımızı görürük, hansı ki, bağlıdır. Amma yəni vid üçün qoyulub. Səs boğucu özü hardadır? Özü yəni çox dərin gizlənib. Amma qəşəng bunda yəni stili qəşəng görsənir. İstərdim keçəsən bu hissəyə. Bu hissəmizdə panoramik olmasa da, amma tavamızı görürük. Hansı ki, içəridən şüşədir, yəni tam ətraflı görə bilərsiniz. Maşınımızın sərfiyyatından danışsaq, sərfiyyat baxımından çox yaxşıdır. Hansı ki, gündəlik əgər almaq istəyirsə A məntəqəsindən B məntəqəsində sürmək üçün sizə çox uyğun maşındır. Amma deyim ki, qovacaqsınız, biraz bərk sürəcəksiniz, onda sərfiyyat yüksəlir. O da ki, maksimum yüksələcək 2 litr, 3 litr. Belə sərfiyyat 6-7 litr aralığındadır. Yəni, bu da ki, kifayət qədər bəs eləyir. Şarjımız da ki, şarja qoyanda maşını hardasa 10-dan 80-ə, primərlə 30-40 dəqiqə aralığında da olur. Amma evdə qoyanda biraz vaxt apara bilər. O da ki, güc teması var orada, gücdən asılıdır. Yan sistemdə bayaqlarımı göstərdiyim kimi indi göstərmək istəyirəm ki, yəni maşının diskləri sonradan qoyulub, amma çox viddi disklərdir. Yəni maşına tamamilə yaraşır. Maşını da ki, almaq istəsəz, bu Changan Uni V modelinə 2 rəng yaraşır. Birincisi qaradır, ikincidəki ağ. Ondan başqa rənglər, maraqlı rənglər var şəhərdə. Qırmızı rəng görmüşəm, digər rənglər də görmüşəm. Amma yəni, bunu desək, hamının aldığı rəng bu rəngdir. Maşınımızda sport purjunlar da var, Edstar'ın. O da 600 manatdır. Yəni, bəzilərdən maraqlı ola bilər ki, 7000 manat nəyə qoyulub maşının üstünə. O da ki, spisik yəqin ki, yazarıq, onu da videoya əlavə eləyərik. Maşınımızın eksteriyerində incələməli bir şey qalmadığı üçün istərdim keçim interyerinə. İnteryerinə keçdikdə isə ilk öncədən açarımızı yerləşdirək bura. İnteryerində hamının zarafatlaşdığı, hamının belə zarafatla baxdığı rula danışsam, rul çox keyfiyyətli materialdan istifadə olunub və rulu tutanda sürüş zamanı çox rahatdır. Yəni, rul sizi yormur. Rul aval şəklindədir və rahat, yəni sürüş edən zaman çox rahat olur. Maşınımızda yan hissəmizdə bir sürücü panelində, bir də ki, sərnişin hissəsi qapısında ambiyans işıqlar var. Ambiyans işıqlarımızda həddindən artıq çoxdur. Yəni, rəngləri dəyişmək mövcuddur. Maşınımızın sükanı multi sükandır. Hansı ki, indi multi sükanlarda mahnının xodunu azaltmaq, telefonun zəngini açmaq, hamısı yəni bu maşında da var. Yəni 2025-ci ildir, çox şey var bu maşında. Və indi sizə istərdim ki, sidenyalarından danışım. Sidenyalar çox rahatdır, çünki indi oturmuşam da, o bayaqlarım dedim, maşın sport stilindədir, yəni sport üslubuna daha uyğundur görünüşsə. Sidenyalarımız da sport sidenyalara bənzəyir, o da sport üslubunda deyə çox qəşəng görsənir. Və sidenyalarımız elektrondur, yəni qabağa, arxaya, dala vermək rahat, özünüz üçün idarə edə bilərsiniz. Və maşınımızın rəngindən danışsam, rəngi mən çox xoşuma gəldi. Yaşıl, tünd yaşılla qaranın yəni bir-birinin saatlaşınyasıdır. Burada isə sürətlər qutusundan sizə danışmaq istərdim ki, sürətlər qutusunda rahat yerləşdiriblər. Yəni qabağa, arxaya eləmək sizin üçün daha rahat olacaq. Düz qoyublar, kvadrat formasındadır, rahat.
Və burada istərdim maşını kodlayaq. Maşını kodladıqda bizdə burada göstərir ki, sürətlər panelimizdə, sürücü sürətlər paneli 240 km/saatdan maksimum sürətlə gedə bilərsiniz. 10 km elektrik bizim yolumuz qalıb və 457 km bizim benzinlə. Bakımıza da baxın. Bakımız yarı bakdır hələ. Yəni yarı bakdır, bu qədərdir. Full bak hardasa 1050. O da ki tam dəqiq, yəni siz kondisionerdə istifadə edirsiniz, sürüşünüzdən də çox şey asılıdır. Sizə kilometr sürüş verir. Maşınımızda burada gördüyünüz kimi bizim üçün joystick yerləşdiriblər. iDeck, Have Comfort, bir də F Comfort. Bunlar da ki maşınımızda demək, biri hibrid, biri tok, bir də ki ağıllı rejimdir. Soruşsaz ki sport bəs modu, sport modda basdıqda bura Super Race-ə, maşınımız keçdi sporta, səsi dəyişdi. Burada da ki Çin dilində yazılar gəldi. Qaz verək görək. Burada Rusnoyu buraxmaq lazımdır. Qapımız açıqdır. Qapını zəhmət olmasa bağlayın. Okey. Keçdik sport moda. Bir dənə P eləyək. P eləyək, qaz verək. Yəni səsi yoxdur, çünki elektrik maşınımız, amma belə də yəni sporta da keçsə səs yoxdur maşında. Super Race-dən söndürdükdə keçdik bayaqki kimi F Comfort-a. Maşınımızın indi istərdim ki görünüşündən danışım. Bu yan hissələrimizdə görürsünüz ki, yan hissələrdə plasmas olsa da çox keyfiyyətli materialdan istifadə olunub və qapı tutacağını desək, qapını açmaq üçün elə gözəl eləyiblər ki, davam eləyir və bilinmir ki, yəni qapı tutacağıdır. Qəşəng eləyiblər, hiss eləmirsiniz ki, bu qapı tutacağı davam edir, qəşəng görsən. Burada indi danışsaq, bizdə gördüyünüz kimi Apple CarPlay var. Maşının öz modu da var, hansı ki maşının основной multimediası. Bu Apple CarPlay'i sonradan maşının beyninə yazdırıblar və bir çip var, onu da yerləşdiriblər ora. Daha yaxşıdır. Və burada 2 dənə stakançik yerimizi görürük, hansı ki 2 dənə sok yerləşdirə bilərsiniz rahat. Burada əşyalarınızı yerləşdirmək üçün, telefonunuzu yerləşdirmək üçün bir hissə var. Rahat. Bayaqlar mən də öz açarımızı yerləşdirmişəm. Və maşında bəzi çanqanlarda hər şeyi keçirdirlər monitora. Burada isə bəzi şeyləri saxlayıblar knopka ilə. Adi, avareni. Bəzi maşınlarda onu da keçirmişlər multimediyaya. Amma indi burada saxlayıblar və bəzi şeylər var ki, hansı ki qalıb maşında. Maşının da sürətlər panelindən danışsaq sürücü üçün çox rahatdır. Yəni kontrasiyanı, yəni rahat yola baxa bilirsiniz və fikriniz heç yerə yayılmır. Maşınımızda burada da Xazbik bizi salamlayır. Burada da Xazbik var, burada da Xazbik var. Maşınımızın klimat kontrolundan danışsam, klimat kontrol indiki vəziyyətdə də, işlək vəziyyətdədir klimat kontrolumuz. Çox rahat. Yəni qəşəng, heç yormur adamı və hava deflektorları da qəşəng gizlin, gözəl eləyiblər. O da ki, daha qəşəng görünüş yaradır. Və burada bir dənə də saxlanma yeri var, hansı ki veşlərinizi qoya bilərsiniz və bayaqlarım danışdığım Apple CarPlay'in çipidir bu. Onu da oraya yerləşdiriblər. Və burada maşınımızın qoltuq altını açsaq, qoltuq altımız kifayət qədər genişdir. Veşi rahat yerləşdirə bilərsiniz. Və burada alt hissədə, indi mən tam rahat görsədə bilmirəm, USB-C, bir də ki zajqalka yerinə keçid olan portu görsərik. Bu da şnurumuz buradan Type-C portu görsədir. O da ki Type-C qoymayıblar. Type-C'nin sonradan o zajqalka yerinə keçid yerindən taxıblar. Type-C qoysalar daha yaxşı olardı. Çünki indiki dövrdə hamı keçib Type-C-yə. Burada 2 dənə knopkamız var. 360'ı basdıqda maşını 2D, 3D ətraflı baxış edə bilirik maşınımıza. Burada da göstərir maşının hansı kameralarından baxa bilərik. Set özünün regulovka yeri, close bağladıq. Maşınımızda günlüyümüz də, yəni günlüklərimiz də
keyfiyyətli materialdan istifadə olunub. Və bayaqdan əlimi bura qoyduqda hiss eləyirəm ki, maşının qiymətinə görə istifadə olunmuş materiallar çox keyfiyyətli materiallardan istifadə olunub. Və mənim Changanların arasında ən sevdiyim maşınlardan biridir bu. Changan Uni V. Çünki rahat, cavan maşındır, yəni cavan nəsil üçün daha uyğundur. Sürücü hissəsində çox da göstərəcəyim bir şey qalmadığı üçün istərdim keçim yan sərnişin hissəmizə. Yan hissəmizə keçdikdə yan sərnişin hissəsinə, burada da sidenyamız elektrondur. Rahat qabağa, dala verə bilirsiniz. Və istərdim buradakı şitdən danışım. Bu şit plasmaslı və üstünə elə bil ki, dəri kimi bir şey yapışdırıblar da. Yapışdırmıyorlar, daha doğrusu tikiblər, amma bu biraz yəni qəşəng deyil. Bu materialı heç xoşuma gəlmədi. Yəni sözün açığı. Tikişləri demək olar sərgəlidir, amma bəzi şeylər orada var. Və buradakı o bayaqlam dediyim ambiyans, qəşəng süzülən ambiyansımız var. Özə videoda bəlkə də lazer kimi görsənə bilər, amma lazer kimi deyil. Burada sərnişin hissəmizdə bir dənə də saxlanma yeri buraya yerləşdiriblər. Böyük həcmli saxlanma yerimiz var, hansı ki rahat veşlərinizi burada yığa bilərsiniz. Yan hissədə indi butulka qoymaq üçün və yaxud digər veşlərinizi qoya bilərsiniz. Onu da yerləşdiriblər və elə bu indi gördüm, demək istərdim ki, maşımızın açarı qəşəng, sadə, klassik, gözəl bir açarımız var, hansı ki bəs eləyir, yəni görünüşü qəşəngdir. Və bu maşında getdikdə, yəni indi əyləşmişəm, heç nə məni yormur. Sidenyalar çox rahatdır və sürüş performansına baxanda, bayaqlarım sahibi sürəndə gördüm ki, sürəti yaxşı yığır, sizi yormur yolda. Şuma izolyasiyadan biraz xoşları gəlmir, yəni sözün açığı belə deyim. Bir dənə Unive'nin şuma izolyasiyasından danışırlar ki, yəni səs izolyasiyası biraz pisdir. O da ki, ola bilər, yəni şüşə nazik qatdan istifadə oluna bilər, bəzi şeylər var ona görə. Sərnişin hissəmizdə yəni çox da belə incələməli bir şey görmədiyim üçün istərdim keçim arxa sərnişin hissəsinə. Arxa sərnişin hissəmizə keçdikdə burada da elə ilk öncədən sizə göstərmək istədiyim qapı tutacaqdır. 360 dərəcə çox qəşəng düzəldiblər bu qapı açmaq yerini. Gizliyim və rahat da açılır, özdə sizə deyim ki, yormur. Prosto mən biraz güz eləməliydim. Arxa hissəmizdə bir dənə bizim üçün qoltuq altı qoyublar. Hansı ki açdıq, burada da 2 dənə stakançik yerimiz var. Kofe və yaxud nə salıb qoyub rahat gedə bilərsiniz uzun yolda. Uzun yolda bu maşınla mən səyahət eləmişəm. Uzun yolda maşın sizi heç yormur və plus yəni sərfiyyat baxımından rahatdır sizin üçün. Yəni uzun yolda çıxa bilərsiniz. Burada Səccad yaxınlaşdıra bilsə 2 dənə hava, yəni klimat kontrolun hava çıxış yeri var. Bu da ki özünüz üçün nastroyka eləyə bilərsiniz və burada kiçik, yəni bilmirəm o düşür yoxsa yox, kiçik Unive yazısı var burada. O düşməyəcək qaranlıqda ona görə. Və burada oturduqda yan hissələrimizdə işıq yerini görürük biz. Və burada oturduğumuz zaman bir şey sizə göstərmək istərdim. Bu ön hissədəndir. Açdıq. Açdıq. Bağladıq. Yəni bunu da ki eləyiblər, daha qəşəng görsənir bu və plus panoramik tavandır. Bayaqlarım sizə dediyim pramı çölə baxa bilərsiniz. Bunun bağlı olması daha yaxşıdır. Çünki şəhərdə yay vaxtı isti olduqda, hava gün vurduqda sizin maşın daha çox qızır. Ona görə də hər zaman kondisionerlə idarə eləməlisiniz maşını. Və bu hissəmizdə isə bir dənə belə eləyim, görüm özümdə. USB-C port yerləşdiriblər. USB-C portumuz var. Bu da ki Type-C olsaysa daha yaxşı olardı. Çünki Type-C port mənim fikrimcə daha yaxşıdır. Və maşınımızda içində oturduqda arxa hissədə mən biraz qabağa eləsəm də ayaq məsafəsi çox yaxşıdır. Tavan məsafəsi də yetərincə bəs eləyir. Yəni çox da gözləməyin, maşın özdə yəni alçaqdır biraz. İndi isə istərdim keçim çöldən. Maşında incələməli bir şey qalmadığı üçün istərdim keçim çöldən sizdən sağollaşım.
Beləliklə də burada da videomuzun sonuna gəldik. İndidən deyim, kim Changan Unive modelini almaq istəyərsə, cavan nəsil üçün deyirəm, yəni orta nəsil üçün də uyğundur, amma indi şəhərdə demək olar ki, bayaq dediyim kimi cavan nəsil daha çox idarə edir bu maşını. Rahatlıqla gedib ala bilər. Plus sərfiyyat baxımından indi cavanlar üçün yəni sərfiyyat daha önəmlidir. Sərfiyyat baxımından da sizi qane eləyəcək. Yəni bu həm mən deyirəm, həm də ki indi mən bunu incələyirəm. Sahibi günlük idarə edir, hər gün demək olar ki, idarə elədiyi üçün daha əminliklə deyir ki, yəni sərfiyyat baxımından daha yaxşıdır. Beləliklə də sizinlə mən idim Kənan. Siz Cars by Kera kanalındaydınız. Videonu bəyənib, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Növbəti videolarda da hansı maşınların incələməsini istəyirsə, şərh bölməsində yazın. Çalışdığımız qədər inşallah eləyəcəyik. Sağ olun, salamat qalın.